Deməli, bugünkü dərsimiz olacaq DHCP server. DHCP server dediyimiz şey nədir? Necə konfiqurasiya olunur? Nə işə yarayır? Burada 3 topologiya üzərindən incələyəcək bunu. DHCP server özü böyük şəbəkələrin idarə olunması üçün əvəzolunmaz rollardan biridir, servislərdən biridir. Əsas funksiyası nədir? Biz DHCP serveri tanıdanda ilkin olaraq belə deyirik də, yəni ki, IP konfiqurasiyalarını avtomatik şəkildə vermək üçün, ən azından IPv4 və V6 olaraq da, yəni daha çox istifadə olunan IPv4-dür. IPv4 konfiqurasiyalarını avtomatik vermək üçün, təyin eləmək üçün bir servisdir. Bildiyimiz kimi biz IP-ləri end userlara, endpointlərə həm statik, həm də avtomatik olaraq DHCP sayəsində verə bilirik. İndi bəzi hallarda statik daha üstün tutulur. İndi onlara da gələcək. Ancaq niyə DHCP serverdən istifadə olunur? Şəbəkə düşünəndə siz həmişə 5, 10, 20, 30 kompüter və ya cihaz olaraq düşünməyin. Burada yüzlərlə, minlərlə cihaz ola bilər. Bunların hamısına dənə-dənə gəlindən subnet mask, IP adres, həm default gateway, bunları dənə-dənə hamısını vermək təbii ki də yəni bir yerdə mümkün deyil, say artdıqca, bir yerdə də praktiki deyil yəni. Və bunu da əlavə eləyək, DHCP server sadəcə IP adres, gateway və subnet maskı vermir. Bundan əlavə olaraq DHCP serverin bir çox optionları var. TFTP serverin IP adresini verə bilir, access pointlərə VLC kontrollerın IP adresini verə bilir, sonra domain name verə bilir. Əslində bir çox parametri biz DHCP serveri üzərindən avtomatik şəkildə userlarımıza, yəni endpointlərimizə təqdim edə bilirik. Əsas amma öyrənmək üçün, başa düşmək üçün, dərk eləmək üçün istifadə etdiyimiz bizim çox da baş qarışmasın deyə IP adres, subnet mask və gateway-dir. Bunları da daha dərindən öyrənmək istəsəniz, DHCP serverin optionları var. Optionslar yazıb baxa bilərik buradan. Məsəl üçün. Bax görək məsələn hansı optionlar var. Option 1 subnet maskdır, option 3 default gateway-dir, domain name serverin, yəni DNS-in option 6 ilə verir, domain name-i option 15 ilə verir, static root-u belə verə bilirmiş hətta option 33 ilə. Bir çox optionlar var. Baxın görürsünüz kimi NTP serverin optionunu verə bilir, TFTP server bayaqlarım dediyimiz kimi və s. və s. Yəni bu həqiqətən qabarıq bir siyahıdır. Bunların hamısını dənə-dənə əzbərləməyə ehtiyac yoxdur əlbəttə ki. Bəs necə baş verir bu proses? DHCP server necə verir IP adresin? Gəlin biraz da ondan danışaq. DHCP server DORA deyilən bir proses əməliyyatı yerinə yetirir. Yəni bu şəkildə bayaqlarım var idi burada, onu baxaq. Aha. Nədir bu DORA? DORA əslində burada gördüyünüz kimi DHCP Discover, Offer, Request və Acknowledgement sözlərinin baş hərfləridir, DORA. DHCP serverdən və DHCP klient, yəni bu DHCP server bizim IP-ni aldığımız mərkəzdir. DHCP klient isə bizik, yəni IP-ni almaq istəyəndir. Normal bildiyimiz server və klient münasibəti. Bunlar arasında 4 dənə mesaj alveri olur. Bunlar da bu Discover, Offer və Request və Acknowledgement-dir. Düşünün, bir cihazı gətirdiniz, taxdınız şəbəkəyə kabellə və ya wireless olaraq fərq eləməz. Sonra avtomatik orada seçimi seçdiniz. Yəni statik yox, avtomatik IP-ni alsın. Nə baş verəcək? DHCP klient bir broadcast mesajı yayacaq şəbəkədə DHCP serveri tapmaq üçün. Bu arada bunların da port nömrələri var. Yəni DHCP-nin port nömrələri klient və server üçün ayrıca olaraq. Klient üçün DHCP port 68 üzərindən işləyir. DHCP server üçün isə 67 üzərindən işləyir. Deməli, bu klientimiz bizim şəbəkəyə qoşuldu. Avtomatik seçim üçün IP-ni verdik. Bir broadcast mesajı yayacaq ki, şəbəkədə DHCP serverin yerini tapsın.
və ya ümumiyyətlə bizim şəbəkəmizdə DSP serveri varmı və ya yoxmu onu təyin eləsin. Yəni varsa oradan avtomatik IP alsın, yoxdursa da birazdan deyəcək API vəziyyətinə düşəcək. Bu cihaz göndərdi broadcast mesajını və DSP serveri tapdı. Tutaq ki, bizim şəbəkəmizdə hal-hazırda DSP serveri var. DSP serveri tapdı. DSP server baxacaq, görəcək, onun üzərində verə biləcəyi IP-lərin bir listi var, bir siyahısı var. Bir növ baxacaq siyahıya və sizə uyğun bir IP adresi təyin eləyəcək. Təklif olaraq göndərəcək bunu. Deyəcək ki, yəni əlimdə belə bir IP adresi var, belə bir subnet maskla, gateway ilə, yəni belə bir konfiqurasiya var. Bunu istəyirsənmi? Yenidən bu arada bu mesaj da broadcastdır. Bu 4 mesajın 4-ü də broadcastdır. İstisna hal var, ona da gələcəm. Göndərdi broadcast mesajını. Klient qəbul elədi offer'ı. Baxdı, görür ki, klient mən bu IP adreslər mənim üçün uyğundur bu konfiqurasiya və DSP request paketini göndərdi. Yenidən klient serverə müraciət edir ki, hə də, yəni mən razıyam, bunu istəyirəm. Serverdə son olaraq 4-cü DSP paketini, yəni acknowledgement-i göndərir və bunlar arasında qarşılıqlı necə deyək ki, razılıq əmələ gəlir və klient bu sayədə təyin olunmuş pooldan bir IP adresi alır. Bu pool nədir? Rezerv olunmuş IP-lər nədir? Onu konfiqurasiya edəndə daha ətraflı gələcək. Biz dedik ki, bu 4 mesajın 4-ü də broadcastdır. Ancaq olmaya da bilər. İlk öncə bunu bilək ki, birinci və üçüncü, yəni klientdən serverə gedən paketlər həmişə broadcastdır. Bunun bir istisnası demək olar ki, yoxdur. Ancaq serverdən klientə gələndə broadcast ola da bilər, olmaya da bilər. Yəni ya broadcastdir, ya unicastdir. Nə vaxt broadcast, nə vaxt unicast olur? Bu qarşıdakı klientin nə olduğu ilə asılıdır. Məsəl üçün qarşıdakı klient unicast, unknown unicast mesajını təyin edirsə, yəni IP adresi olmadığı halda unicast mesajı qəbul eləməyi dəstəkləyirsə, unicast dediyim, yəni sadəcə ona göndərilən mesajdır. Yəni bir istifadəçidən və ya bir servisdən digər bir istifadəçiyə və ya servisə. Yəni nöqtədən nöqtəyə deyək də biz buna. Dəstəkləyirsə, bu zaman broadcast yox, unicast olaraq gedəcək. Ancaq dəstəkləmirsə, DSP broadcast olaraq bu 4 mesajı da yerinə yetirəcək. Dəstəkləyib dəstəkləməməyi də nədən asılıdır? Çox vaxt, məsəl üçün IoT cihazları, bu tip daha belə necə deyə, daha primitiv cihazlar unicastı dəstəkləmir, məcburən broadcastla əlaqə qurur. Amma normal bildiyimiz kompüterlər falan yenə əməliyyat sistemindən asılı olaraq burada bir çox təyin edici rol var. Asılı olaraq unicast qəbul edir. Amma belə baş qarışıqlığı olmasın deyə əsas məsələ bunların hamısını bilməkdir. Yəni broadcast və ya unicast fərq etməz. Sadəcə bilək ki, proses necə baş verir. Bunu bir bənzətmə ilə də eləyək, tam bu şeyi bağlayaq, bu DORA məsələsini. Bunu belə düşünün. Girdiniz marketə. Marketə girdiniz, satıcı var, siz varsınız. Siz satıcıya deyirsiniz ki, məsəl üçün filan məhsul əlinizdə var. Bu discover mesajı olur. Yəni necə deyək? Siz kəşf eləməyə çalışırsınız ki, həmin marketdə istədiyiniz məhsul var və ya yox. Satıcı sizə deyir ki, hə müəllim, belə-belə bir şey var əlimizdə, bunu istəyirsinizmi? Götürdünüz əlinizə məhsulu. Bu da offer olur bu arada. Satıcı sizə dedi ki, hə, bu məhsul var əlimizdə. Bu cür nədir? Bu detallarla. Siz götürdünüz, baxdınız şeyə, məhsula, gördünüz ki, bəyəndiniz, onu qaytarırsınız şeyə, satıcıya. Bu da request olur. Request listəsi olur, yəni. Satıcı da onu barkodunu oxudur, qiymətini çıxardır, siz də ödəniş edirsiniz. Bu da acknowledgement hissəsi olur. Yəni qarşılıqlı razılaşdınız. Məhsulu verdinizsə satıcı, siz də pulunu ödədiniz, fisioda yəni. Siz məhsula sahibsiniz artıq. Burada məhsul olur bizim IP konfiqurasiyamız. Satıcı olur serverimiz, DSP kliyentdə oluruq biz. Analoji olaraq yəni. Bəs konfiqurasiyası necə olunur bu DSP serverin? Gəlin biraz da ona baxaq. DSP serverin konfiqurasiyası bir neçə üsulla yerinə yetirilə bilər. Ya çox vaxt burada iki hal bizim qarşımıza çıxır.
Burada çox vaxt iki hal bizim qarşımıza çıxır. Ya router üzərində konfiqurasiya olunur DHCP server, ya da ki ayrıca bir DHCP server olur. Məsəl üçün bizim evdə istifadə etdiyimiz, yəni və ya soxum mühitlərdə istifadə etdiyimiz o evdəki modemlər var ha. Onlar şəbəkədə həm router kimi, həm switch kimi, həm access point kimi bir çox funksiyanı yerinə yetirilir. Plus olaraq DHCP serveri də funksiyasını da yerinə yetirir. Yəni bunu məsəl üçün düşünə bilərsiniz. Router üzərində konfiqurasiya olunmuş mühiti olaraq, yəni ev mühitini düşünə bilərsiniz. Və ya nisbətən kiçik bir şəbəkəniz var. Ayrıca bir DHCP server qaldırmağa necə deyəm, maliyyə cəhətdən imkan yoxdur və ya ehtiyac yoxdur. Çünki şəbəkə elə də böyük deyil. O zaman router üzərində konfiqurasiya oluna bilər DHCP server. Amma əlbəttə ki, enterprise mühitlərdə, böyük mühitlərdə bu əlverişli bir həll deyil. Niyə? Çünki adı üstündə, yəni routerun işi routing eləməkdir. DHCP server kimi fəaliyyət göstərmək deyil. Bu əlavədən routerun resursun istifadə eləyir DHCP server üzərində əlavədən quraşdırılmağı və s. Yəni enterprise mühitlərdə çox belə best practice bir həll deyil ki, biz router üzərində bir DHCP server qaldıraq. DHCP server əlavədən bir server olaraq qaldırılır. Windows server üzərində və ya istifadə olunan şirkətin şeyindən asılıdır, yəni o politikasından asılıdır, belə deyək. Bir server üzərində qaldırılır. O serverdə 7/24 aktiv olur. İstifadəçilərə IP paylayır. Bu gün biz o iki konfiqurasiyanı, iki halı da görəcək. Belə istəyirsə çox gözlətməyək. Əsas məsələyə gələk. Deməli, bu üç topologiya üzərindən DHCP serveri biz izah edəcəyik. Birinci halda router üzərində konfiqurasiya edəcəyik. İkinci halda ayrıca bir DHCP serverimiz olacaq. Yəni bu bizim DHCP server kimi rolumuzu çıxış eləyəcək bu server. Bu üçüncü topologiyaya da gələcəm nə olduğunu, o DHCP relay agentlə əlaqəli bir şeydir. Gəlin çox gözlətmədən başlayaq. Öncəliklə təbii ki də initial konfiqurasiyamızı eləyəcəyik. Lokal şəbəkəmizi quraq. Gigabit 00 portuna bir IP təyin eləyək. Bir şəbəkəsi olsun klassik. Now shutdown eləyək, bu portu aktivləşdirək. İndi keçək DHCP serveri qaldıraq biz router üzərində. Necə bir yol izləyəcəyik? Öncəliklə bu şərt deyil, ancaq best practice həllərdə bunu eləmək lazım olur. Əvvəlcə DHCP exclude eləyəcək. Bu nə deməkdir? Məsəl üçün, hətta yazaq bu komandanı daha rahat görəcək onda. Exclude adres 192.168 bir nöqtə, məsəl üçün deyirəm 5-dən 192.168 bir nöqtə olsun 20-yə qədər. Bu nə deməkdir? Excluded adres, yəni rezerv elədiyimiz adreslər bizim DHCP server tərəfindən paylanmayacaq IP adreslərimizdir. Biz burada nə demiş olduq? 1.5-dən 1.20-yə qədər olan IP adreslərin DHCP server paylamasın. Paylamağa başlayanda indi birazdan da görəcək, məsəl üçün buna gəlib konfiqurasiya bitirdikdən sonra bu kompüter üçün DHCP serveri biz aktivləşdirəndə görəcək ki, 21 adresindən almağa başladı. Çünki biz 5-dən 20-yə qədər olan hissəni şey elədik, necə deyək, rezerv elədik. Bu nə üçündür? Bizim şəbəkəmizdə bəzən elə cihazlar olur ki, biz onlara statik IP vermək istəyirik. Çünki hər dəfəsində onun IP adresi dəyişməyini və ya DHCP server tərəfindən almağını istəmirik. Məsələn, nə ola bilər? Printerlər ola bilər, serverlər ola bilər. Biz bunlara statik IP vermək istəyirik ki, hər dəfəsində dəyişibmi, dəyişməyibmi, dəyişibsə nə olub onun IP adresi kimi şeylərlə əlləşməyək. Yəni, əvvəlcədən özümüz üçün bir rezerv IP-lər yaratdıq və ya müəyyən hostlara, müəyyən kompüterlərə, yəni istifadəçilərin kompüterlərinə biz statik IP verib onlar üzərindən akses veririk. IP üzərindən akses verəndə təbii bu zamanda IP adresini bizə dəyişməyə sərf eləmir müəyyən müddətdən bir. Çünki DHCP serverin IP-ni bir növ sizə necə deyək, rent eləyir, yəni kirayə eləyir. Müəyyən müddətdən sonra o geri qayıdır və s.
Biz onu statik veririk ki, hər səfərində o istifadəçinin IP adresini tapmaqla əlləşməyək, belə deyək. Rezerv olaraq 5-dən 20-yə qədər olan IP adreslərini saxladıq. İndi bir pool yaradacağıq. Bu poolu yaratmaqda məqsədimiz nədir? DHCP pool komandanı yazaq, sonra izah eləyək. Poolumuza bir ad verək. Məsəl üçün nə olsun? DHCP CRV verək. Bir pool yaradırıq ki, hansı ki bu dediyə biz rent eləyirik, kirayə verir, yəni IP adreslərini DHCP server hansı aralıqdan, hansı hovuzdan kirayə verəcəyini biz elə təyin edirik. Yəni bir özümüz üçün doğru dildə desək bir hovuz yaradırıq, bir qab yaradırıq. O qabın içindən biz IP adreslərini dənə-dənə veririk və ya bir siyahı yaradırıq. Siyahı kimi də düşünə bilərsiniz. Siyahı yaradırıq. O siyahıdakı IP adreslərini DHCP server istifadəçilərə verir. Bizim poolumuzun parametrləri nə olacaq? Əlbəttə ki, network, yəni hansı şəbəkədən paylayacağını verəcək. 192.168 1.0 idi bizim şəbəkəmiz. Subnet maskımız da 255.255.255.0. Sonra nə verə bilərik? Default gateway verə bilərik, məsəl üçün. Default router olsun 192.168 1.1. Sonra DNS server verə bilərik. Məsələn, DNS serverimiz olsun Google-un DNS serveri 888. Yəni bir çox funksiya var. Packet Tracer nələri dəstəkləyir? Baxaq. Domain name verə bilərmişik. Network ola bilər. DNS serverindən router verdiyonsa network verdik və s. və s. Bu şəkildə konfiqurasiyaları davam elətdirmək olar. Bir də list time var. Yəni Packet Tracer səhv eləmirəmsə onu dəstəkləmir. Burada göstərmir. List time da nədir? Bu verilən IP adreslər neçə müddətdən bir təzələnəcək. Yəni məsəl üçün də mən 4 saat qoysam o vaxtı, 4 saat sonra o IP adres təzələnməlidir. Bu da nəyə görə istifadə olunur? Məsələn, elə mühitlər olur ki, orada IP adresləri biz müəyyən bir müddətdən bir vermək istəyirik. Yəni məcburiyyətdə qaldıq. Məsəl üçün open source Wi-Fi-lar olanda, məsəl üçün McDonald's-un və ya hansısa bir kafenin Wi-Fi olaraq düşünün. Biz orada IP adresləri bir həftəlik versək, düşünün adam gəldi, yeməyini yedi, yeməyini yeyən vaxtı internetə qoşuldu. 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə, yarım saat artıq nə qədər orada oturdusa, sonra çıxdı getdi. Amma özü ilə bir yerdə o IP-ni də götürdü getdi və bir həftə boyunca bizim o IP-miz istifadə olunmasa belə boşu-boşuna, yəni pula qayıtmayacaq, yenidən istifadə edə bilməyəcək. Və bu halda düşünün, gündə o kafeyə nə qədər müştəri gəlir, McDonald's-a və ya nə qədər müştəri gəlir, bu pul boşu-boşuna, yəni istifadə olunmuş olur. O görə biz təyin edirik, məsəl üçün elə yerlərdə, yəni o dövriyyənin sürətli getməsi üçün yarım saat, 1 saat, 2 saat artıq nə qədər olarsa da, yəni o daxili prosesdən aiddir. Yəni müştərilərin axın sürəti ilə falan əlaqəli optimizasiya eləmək olar. O axın sürəti ilə əlaqəli. Bu zaman adam gəldi, yeməyini yedi. Biz tutaq ki, yarım saat təyin eləmişik. Adam yeməyini yedi, 20 dəqiqə çıxdı, getdi. 10 dəqiqə sonra qayıdacaq o IP yerinə. Tutaq ki, 30 dəqiqə çəkmədi, oturdu 1 saat. 30 dəqiqə sonra o yenidən təzələnəcək də, yəni ona yenidən IP veriləcək. List time da budur. Amma Packet Tracer onu dəstəkləmir. Sadəcə beynimizdə olsun o məlumatda ki, list time nədir? DHCP serverdə. Okay, biz DNS-imizi verdik, gateway-imizi verdik, şəbəkəmizi verdik, rezerv IP-lərimizi təyin eləmişdik. Başqa da bir şeyə ehtiyac yoxdur. Konfiqurasiyamız bu qədər sadədir. Ən azından router üzərində. İndi gələk desktopdan biz buradan artıq statik yox, DHCP serverə keçirdək. Gördüyünüz kimi 1.2-dən aldı, 1.21 almadı. Çünki biz burada böyük ehtimalla 1.5-dən 1.20-yə qədər təyin, 1.5-dən 1.20-yə qədər təyin elədik. Ona görə. Gəlin onu istəyirsiniz bir dəyişək. Niyə elə bir şey elədim onu da bilmirəm. Başdan boş IP-lər qoyduq da. IP, DHCP, exclude. Bunu dəyişək bir 192.168. 1.2-dən 192.168. 1.20-yə qədər eləyək. Yenidən IP adresi verək. Bu səfər 21-dən almalıdır IP adresini. Yenə şeylə aldı. Böyük ehtimalla o əvvəlcədən yazdığımızı götürdü.
Gəlin onu bir ləğv eləyək. Aha. İndi baxaq. Aha, gördüyünüz kimi 21-dən almağa başladı. Bunu da yoxlayaq. Bu 22-ni almalıdır. Bu böyük ehtimalla köhnə şeydə qalıb. Bunu bir yenidən çıxardaq taxaq. Köhnə sessiya da qalıb böyük ehtimalla. Əlaqəni yenidən bir sıfırlayaq. Paket Racer'da olur bəzən belə şeylər. Aha. İndi aldı 22-ni. Gördüyünüz kimi bizim DNS serverimiz, gateway'imiz, subnet maskımız və IP adresimiz DHCP server üzərində təyin elədiyimiz parametrlərə uyğun olaraq gəldi. Bu prosesin necə baş verdiyini belə bir şəkildə də görək. Simulasiyada. Buradan bir dənə DHCP-ni açaq sadəcə. Aha. Gələk. Buradan statik alıb. Sadəcə bunu belə eləyək. Aha. Tamam, statik alıb DHCP alaq yenidən. Buranı da biraz genişləndirək, rahat görə bilək. Aha. Gördüyünüz kimi bu bizim Discover paketimizdir. Klient tərəfindən göndərilir. Gördüyünüz kimi burada 68 və 67-ci portlar bayaq dediyim və broadcast olunur. Bizim source MAC adresimiz, destination'ı bilmədiyimiz üçün broadcast, source IP-yə 000 verilib, yəni ümumi şəbəkə adından göndərilir və broadcast IP adresimiz də burada 255, 255, 255, 255 olaraq göstərilir. Aha. Bu paket gedəcək router'a. Daha doğrusu yəni broadcast olunacaq, amma router qəbul edəcək sadəcə. Çünki DHCP server onun üzərində konfigurasiya olunub. Router offer paketini göndərir. Gördüyünüz kimi burada broadcast baş verir. Təbii ki də bu paket Racer'ın məsələni necə simulyasiya elədiyindən asılıdır. Bayaqlarım dediyim kimi broadcast olmaya da bilər hər zaman. Bu bizim olur Discover, Offer, Request paketimiz. Request paketimiz də getdi. Router'a çatdı və bu son da acknowledgement'dır. Artıq bundan sonra paket Racer dondu. Aha. Bircə dəqiqə özünə gəlsin. Aha. Bu paketdən sonra gördüyünüz kimi artıq IP adresini alıb user'ımız. İndi bayaqlarımda belə bir şey demişdim. O Discover paketi gedib DHCP serveri axtarır. Ancaq tutaq ki bizim DHCP serverimiz yoxdur. Yəni burada gələk bu switch ilə router arasında, yəni bizim DHCP server arasında əlaqəmizi kəsək. Baxaq görək onda nə baş verəcək. Onda da kompüter APIPA vəziyyətinə düşəcək. Nədir APIPA? 169.254 ilə başlayan IP-lərə biz APIPA deyirik. Gələk düşsün, tam görək. Aha. Gördüyünüz kimi 169.254 ilə bir IP adresi aldı. Bu APIPA vəziyyəti adlanır. /16 subnet maskı ilə 255.255.00 yəni. Bu nə üçündür? Bu APIPA vəziyyəti DHCP server IP-si, yəni daha doğrusu klient IP-si avtomatik, yəni DHCP server vasitəsilə alınmasını istəyir. Ancaq DHCP serveri tapanmayanda bu vəziyyətə düşür. Bu əvvəlcədən təyin olunmuş bir standartdır 169.254. Bu şəbəkədən bir IP adresi alır və bu IP adresi sayəsində sadəcə lokaldakı userlarla əlaqə saxlaya bilir. Yəni bizim bir routerumuz olmasa belə və ya daha doğrusu DHCP serverimiz olmasa belə bu IP sayəsində lokaldakı userlarla hələ də əlaqədə qala bilər. Amma təbii ki də şəbəkədən kənara, yəni qlobala çıxa bilmir bu IP adresi ilə. Və kompüter və ya cihaz, device APIPA vəziyyətinə düşsə belə müəyyən müddətdən bir DHCP paketlərini göndərməyə, yəni Discover paketlərini göndərməyə davam edir. Yəni bir dəfə APIPA vəziyyətinə düşdü, sonradan mən onu əllə statikə təzədən DHCP-yə qaytarmalı deyiləm. Özü
müəyyən müddətdən bir hələ də API-da olsa belə DHCP serveri axtarmağa, oradan IP almağa çalışır. Tabii bildiyim qədərilə Packet Tracer bunu dəstəkləmir. Bu simulyasiyanı eləmir, amma bir dənə yoxlayaq. Ha, eləyirmiş. Gördüyünüz kimi mən statikə keçirtmədim. Sadəcə buradan vaxtı ilərlətdim bu düyməyə basaraq. Özü 1.21-dən yenidən IP adresi aldı. Packet Tracer bu vəziyyətdə simulyasiya eləyirmiş. Aha. Bu bizim router üzərində konfigurasiya elədiyimiz DHCP server. Gəlin troubleshoot komandalarına da baxaq. Yəni show-la hansı parametrləri görə bilirik, onlara da baxaq. Show IP DHCP binding. Bizim ilk komandamız. Gördüyünüz kimi onu belə böyüdə bilməyəcəm. Amma görünür də yəni. Hansı IP adresinin, yəni DHCP serverinin verdiyi IP adresi, hansı IP adresin hansı cihazda olduğunu göstərir və list time-ını da göstərir. Amma bayaqdan dedim ki, Packet Tracer bunu dəstəkləmədiyi üçün bunu görə bilmirik burada. Məsəl üçün 22 IP adresi 00B, B13 və s. olan yəni və s. MAC adresinə sahib olan cihazdaymış. Gələk baxaq. Gördüyünüz kimi 00B, 13 və s. və s. 192, 168, 122 şeyinə sahibdir, IP adresinə sahibdir. Bu show IP DHCP binding vasitəsilə bunu görə bilirik. Bir digər troubleshoot komandamız show IP DHCP pool. Bununla da biz poolumuzu görə bilirik. Görürsünüz. Bir-birdən biz təyin eləmişik şeyə qədər. 254-ə qədər buradan şeyləri verə bilir. IP adreslərini verə bilir. Bir də show DHCP səhv eləmirəmsə conflict idi komanda. Show IP DHCP əlbəttə ki. DHCP conflict. Aha, conflict. Burada da konfliktləri təyin eləyir. Yəni bir cihaz, bir IP adresi birdən çox cihaza təyin olunsa, onu göstərir. Təbii ki, belə bir hal yaşanmadığı üçün bizdə o yoxdur. Başqa da bu qədər. Troubleshoot komandalarımız. Gəlin indi biz DHCP server üzərində bu əməliyyatı yerinə yetirək. Sıfırdan konfigurasiya eləməyə ehtiyac yoxdur burada əlbəttə ki. Biz sıfırdan bir DHCP server qaldırmayacaq. Və burada Packet Tracer'ın özünün verdiyi bir server var. Bu serverin üzərində bir çox servis var. Yəni gördüyünüz kimi HTTP, DHCP, DHCP V6, TFTP və s. və s. Buradan biz DHCP normalı seçəcəyik, V4-ü. Təbii ki, gerçək mühitdə, gerçək həyatda belə bir konfigurasiya olunmur. Bu Windows server üzərindən olunur dediyim kimi. Amma burada sadəcə simulyasiya eləmək üçündür. Gələk gateway-imizi verək məsəl üçün. 192, 168, 168 yaza bilsəm bir də 1-1. DNS serverimiz nə olsun? Məsəl üçün bir yaxşısının eynisini eləyək. 8888. Start IP adres neçədən başlasın? 192, 168, bir nöqtə bir yaxşı kimi eləyək. 20-dən başlasın verməyə. Subnet maskımızda 255, 255, 255, 0 olsun. Başqa da bir şey eləməyə ehtiyac yoxdur. Save elədik. Burada avtomatik maksimum number of user-ı özü dəyişir. 255, 255, 255, 0 üçün 256 dənə IP adresi var. Onu şey eləyir, necə deyərlər, 20 dənəsini biz əvvəlcədən ayırdıq deyə çıxır. Burada onu göstərir. Təbii burada broadcastlarını şeyi də hesablayır, ID-ni. Təbii ki, onları biz userlara vermirik. Başqa da bir şey buradan eləməyə ehtiyac yoxdur. Bir də gəlirik bu DHCP serverə olduğumuz şəbəkədən bir IP veririk. 192, 168. Məsəl üçün rezerv elədiyimiz IP-lərdən birini verək. 1.10. Rezerv eləmişdik. Gateway olaraq da 192, 168, 1.1 verək. Aha. Başqa da bir şey ehtiyac yoxdur.
İndi heç routeru konfiqurasiya eləməyə belə ehtiyac yoxdur, çünki bu lokaldadır. Gələk buradan DHCP serverimizi keçirdək, biraz da vaxtı ilərlədək. Gördüyünüz kimi 1.20-dən IP adresi almağa başladı. İndi biz startı 1.20-yə qoyduğumuz üçün 1.20 götürdü. Yəni biz 1.20-ni də rezerv olaraq saxlamaq istəyiriksə 1.21 qoyacaq yəni startı. Bu da belə. Yəni biz router olmadan da belə bir şəkildə konfiqurasiya eləyirik. Bunu da çəkək qırağa. Bir də əsas məsələ qaldı. Relay agent məsələsi. Biz dedik ki, bayaqlarım DHCP server mesajları minimum, yəni ən azından 2 dənəsi broadcastdır. Və biz də bildik ki, routerun hər bir portu bir broadcast domaindir. Yəni buradan çıxmış bir broadcast mesajı routerun bu portuna gələndə router bunu özünün bütün portlarına yönləndirməyəcək, flood eləməyəcək. Bəs bizim DHCP serverimiz lokal şəbəkədən kənardadırsa, yəni gördüyünüz kimi bu ikinci bir şəbəkədir bura. Buradadırsa mənim broadcast mesajım, yəni DHCP discover'ım və ya offer'ım, request'im bu paketlər necə keçib gedib destination və ya source'a çatacaq? Dedik axı biz router broadcast mesajlarına keçirtmir. Bu zaman IP helper adresindən istifadə edirik biz. Yəni ki, router yenə broadcast mesajlarına keçirtməyəcək. Amma bu helper vasitəsilə bizim broadcast mesajımızı başa düşəcək ki, bu DHCP mesajıdır, bu gərəksiz bir mesaj deyil, bu şəbəkədən kənara çıxmalıdır. İminli onu, yəni sadəcə o mesajı bizim təyin elədiyimiz helper IP adresi, yəni köməkçi IP adresinə yönləndirəcək. O da necə baş verəcək? Gəlin onu da konfiqurasiya eləyək görək. Yenə gəlirəm mən bura 192 168, bura 2.0 şəbəkəsi olacağını nəzərə alıb 2 dənə IP adresi verirəm. Default gateway-ni təyin eləməliyəm bu səfər, çünki 2 şəbəkəni birləşdirəcək. 2.1. Gəlirəm gigabit ethernet 0.0-a. Interface gigabit ethernet 0.0-a. Əlbəttə, konfiqurasiya moduna keçək. 0.0-a gəldim, IP adres təyin elədim. 2.1 no shutdown dedim, portu açdım. Ancaq biz belə bir səhv elədik. Serverin olduğu tərəf 0.1 portu idi. Onu bir dəyişdirək. 0.1-ə girək. Buna təyin edək IP adresi, amma birinci 0.0-dan onu çıxartmalıyıq əlbəttə. 0.0-a gələk. Buna bir dənə no IP adres deyək. Bunu buradan çıxaraq exit eləyək. Interface gigabit ethernet 0.1-ə girək. IP adres olaraq indi təyin eləyək. 2.1 255 255 255 0. Məndə no shutdown verək hər ehtimala qarşı. Exit eləyək. Interface 0.0-a daxil olub. Interface gigabit ethernet 0.0-a daxil olub. IP adres 192.168 1.1 255 255 255 0 yazırıq. Bura aktiv eləmişdik. Yəni də aktiv eləyək. Şu IP interface brig komandası ilə də dəqiqləşdirək. 0.0-ımız 1-dir, digərimiz də 2.1-dir. Tamam. Gözəl. İndi gələk bunun üzərindən də bir DHCP servis qaldıraq. Gəldik, bunu on elədik. Gateway olaraq 192.168.1.1 versin. Sonra DNS server. Əslində ehtiyac yoxdur, sadəcə göstərmək üçün eləyirəm. 68 1 20-dən 21-dən başlasın hətta. Save eləyək. Hər şey düzdürmü? Düzdür. Tamam. İndi gələk helper IP adresini yazaq. Helper IP adresini interface gigabit ethernet 0.0-a yazacaq. Yəni ki, buradan baxanda bizim lokal şəbəkəmizin baxdığı porta, yəni lokal şəbəkəmizin birləşdiyi ayağa, sekton jargonu ilə desək, birləşdiyi ayağa yazacaq. Yazırıq IP helper 0.0.
helper adres yazacaq DHCP serverin IP adresini 192.168.2. IP adresi nə idi onu bir xatırlayaq. 2.10. Gələk bura 2.10-u əlavə eləyək. Aha. İndi gələk. Hətta kaş eləyərdik. Helper IP adresini yazmadan əvvəl yoxlayardıq. Gəlin onu bir ləğv eləyim. Simulasiya modunda rahat görək. Bunu bir ləğv eləyək. Tutaq ki, biz bunu yazmamışıq heç. Görək yazmayanda nə baş verəcək, yazdıqdan sonra nə baş verəcək. Simulasiya moduna gələk. Buradan sadəcə DHCP paketlərini açaq. Və buradan bunu DHCP eləyək. Amma real time-a keçdim də. Tamam. Real time-a keçmədən gələk. Buradan bunu DHCP eləyək. Aha. Gördüyünüz kimi paketimiz bura gələcək. Broadcast olunacaq, amma router onu drop eləyəcək. Gördüyünüz kimi. Və buna görə də bizim bu cihazımız APP-yə düşəcək. Yəni, gəlin bunların ikisini də təzədən statika qaytaraq. Aha. Və buradan helper IP adresimizi yazaq. Ona görə bu dəfə nə baş verəcək? Bizim DHCP paketlərimizə. Gördüyünüz kimi bu səfər gəldi. Router'a keçdi. Router onu drop elədi. Niyə drop elədi? Yəqin ki, birinci paket problemli olub, köhnədən falan qalıb yəqin. Gördüyünüz kimi normalı belədir. Bəzən paket tracerdə belə şeylər olur. Tam real simulasiya eləyə bilmədiyi üçün. Yəni, daha doğrusu bir simulyator olduğu üçün, emulyator olmadığı üçün bəzən belə xətalar verə bilir. Normalda qarşılaşmayacağımız xətaları. Gördüyünüz kimi gedir DHCP serverə, oradan bizim IP adreslərimizi alır, gəlir, bu DORA prosesi tamamlanır və nəticədə bizim təyin etdiyimiz rangedən bir IP adresi alır. DHCP server mövzusu təbii ki də bu qədər qısa bir mövzu deyil. Ən azından şəbəkədə CCNA səviyyəsində praktiki olaraq bunlar tələb olunur. Bunları bilmək lazım olur. Əlavədən əlbəttə ki, siz özünüz araşdıra bilərsiniz DHCP server haqqında. Çünki dediyim kimi, bunun sistem administratorluğu tərəfi də var, DHCP serverin şəbəkə tərəfi də var. Çox dərin bir mövzudur. Burada bir dərsə və ya 2 dərsə anlatılacaq bir mövzu deyil DHCP server. Amma ilkin olaraq belə ən azından axlımızda bir şeylərin formalaşdığını düşünürəm. Çox sağ olun, izlədiyiniz üçün təşəkkürlər.